Bir il əvvəl müraciət elədi ki, mənə hər yerdə əməliyyat deyiblər, uşaqlığının mütləq çıxarılmasını və çıxarılmasa hətta belə qorxudublar ki, əvvəl axır siz şeydə gələcəksiniz. Ambulans da belə çatdıra bilməyəcək. Ambulans belə çatdıra bilməyəcək, o vəziyyətə düşəcəksiniz və s. Həqiqətən uşaqlığın vəziyyəti yaxşı deyildi bizə gələndə. Kəskin endometrioz, ağır qanaxmalarla gəlmişdik. Doğrudan da yəni neçə həkimə getsək, bir 10 həkimin 8-i 9-u deyərdi ki, bu uşaqlığı çıxar. Amma bu xanım əməliyyatdan çox qorxurdu, üstəlik orqanını da itirmək istəmirdi. Ona görə biz ona əməliyyata alternativ başqa bir üsul təklif elədik və həmin deməli müalicəmizlə bizim düz bir il biz müalicə aldıq. Bir illik müalicə ilə uşaqlığın vəziyyəti demək olar ki, tam normala qayıdıb, qanaxmalar tamamilə kəsilib. Əsası bir əməliyyatdan qurtulmusunuz. Əməliyyatsız da bu durum düzələ bilirsə, həmişə mən pasiyentlərə əməliyyatsız variantını təklif edirəm ki, belə bir alternativ var. Düzdür, elə vəziyyətlər var ki, uşaqlıq elə bir durumdadır ki, onu artıq müalicə eləmək olur. Amma sizdə o durum deyildi. Siz əslində nahaq yerə qorxutmuşdular. Bakıda məşhur cərrah. Adını çəkməyək kimdir o. Düz bir il davamlı müalicə elədik və xanımı əməliyyatdan da qurtardıq. Üstəlik xəstəliyi də tam normala qayıtdı, uşaqlıq tam normala döndü və öz həyatına davam edir bugün əməliyyatsız. Çox təşəkkür edirəm sizə. Çox sevirəm sizi. Sağ olun.